Kimlər ki, deyir ki, misal üçün də xərçəng xəstəliyinin müalicəsində yalnız müəyyən protokollar var, ancaq protokollar sayəsində xərçəngin qarşısını almaq mümkündür. Bu kimyoterapiya, şüa terapiyası və s. Amma dünyada hər bir xəstəliyin düşünürəm ki, müalicəsində yalnız bilinən standartlardan kənara da çıxmaq mümkündür, düzdürmü? O standartları hələ aydınlaşdırmaq lazımdır ki, onlar necə yaranıbdır. Bəli. Əgər standartlar uyğundursa və nəticə verirsə, o standartlardan çıxmaq ehtiyac deyil. Amma lakin nəticə vermirsə, onda o standartları dəyişmək lazımdır. Tibbdə çox belə hadisələr baş vermişdir. Bəli. Misal üçün, 100 il bundan öncə uşaqların öskürək dərmanlarına protokolları əsasında Nazirliyin tapşırığı ilə, hamısının tapşırığı ilə gerain və kokain qatılırdı. Bəli. Dünya təcrübəsində. Bəli. 50-60 il bundan qabaq protokollar əsasında həkimlərin imzası ilə, Nazirliyin razılığı ilə, Ümumi Dünya Səhiyyə Təşkilatının razılığı ilə talidomid verilirdi hamilə qadınlara. Və uşaqlarda, doğulan uşaqlarda qolları, qıçları lizis olunurdu. Yəni itirdi, yox olurdu. Bəli. Bunlar hamısı 50-lik alırdılar. Ondan sonra o farm şirkət verdi onlara kompensasiyaya, yox, bu başqa söhbətdir. Bəli. 60-cı illərə qədər insanın baş ağrısını lobektomiya, insanın beynini deşib, beynin bir hissəsini kəsib götürmək əməliyyatı ilə həyata keçirirdilər. Sonra gördülər ki, bu o qədər də uyğun deyil. Lakin bir dənə problem onkologiyada qalır ki, cəmi bütün növ şiş xəstəlikləri üzrə son 100 ildə istifadə olunan 3 üsul, cərrahiyyə, kimya, şua, cəmi 2,1% nəticə verir effekti. Yəni, demək olar ki, bu effektsizdir. Və bunu niyə saxlanılır, niyə başqa üsullara əl atılmır? Baxmayaraq ki, 600-ə yaxın cürbəcür üsullar var və onlar çoxdan da artıq təsdiqini də tapıb və bir çox ölkələrdə istifadə də olunur. Fotodinamik terapiya, hipertermiya, İPT terapiya və s. üsullar var ki, hansı ki, heç də bu üsullardan geri qalmır. Effektivliyi 70-97%'dir. Bunlar amma təqdim olunmur, yəni protokollara, rəsmi protokollara salınmır. Bu protokolları kim yaradır, necə yaradır? Ola bilər ki, bu böyük farm şirkətlərinin özlərinin bir düşüncəsidir, yanaşmasıdır və s. Baxır, biz onlara qarışmırıq.